İstiqbal. Məhsəti xanımı istiqbal edən dəstələrin bir başı İsfahan kəndində, o bir başı isə Gəncənin yaxınlığındakı Xanəgah kəndində dayanmışdı. Gəncə şəhəri belə bir təntənəli istiqbal mərasimini ancaq hicrətin 511-ci illərində Sultan Səncər 1-ci kərə Gəncəyə gəldiyi gün görmüşdü. İstiqbal edənlər bir neçə dəstələrə ayrılmışdı. Bunların içərisində nəzəri diqqəti cəlb edə biləcək dəstə yalnız şairlərin yazısılarını oxuyan və çalanların ümumiyyətlə incəsənət xadimlərinin dəstəsi idi. İstiqbala gedən kişilərin hamısı atlı idi. Ən qabaqda atlı dəstələrinin önündə şair Nizami və onun uşaqlıq və gənclik yoldaşı Fəxrəddin gedirdi. Bayraq və tuğ yox idi, lakin silahlı dəstələr səfərə çıxmış bir ordunu andırırdı. Qadınların istiqbalçı qafiləsi Taxrırəvan və Kəcavələrdə gedir və hər kəsin nəzərini özündə cəlb edirdi. Xalqın nəzərini cəlb edən ən maraqlı dəstə Məhsəti xanımın şagirdləri tərəfindən düzəldilmiş dəstə idi. Bu dəstədə gedənlər öz musiqi alətlərini də yanlarınca götürmüşdülər. Ud, kəmança, dəf və sairə götürənlərlə bərabər Məhsəti xanımın rübailərini əzbərləyib oxuyanlar da tez-tez gözə çarpırdı. At və kəcavə ilə istiqbala gedənlərdən başqa piyada gedənlər də var idi. Yolun iki tərəfində gedən gəlin və qızların dəstələri düzləri lalə zəmisi kimi qızartmışdı. İstiqbala gedənlər yalnız Gəncəlilərdən ibarət deyildi. Tiflisin altından başlayaraq Şəmkir, Yurt, Ağsivan, Çayyan və sair kəndlərin cəmaatı da təntənəli istiqbalda iştirak edirdi. Lakin hökumət tərəfindən düzəldilmiş istiqbal dəstəsi nə qədər təntənəli olursa olsun dəstələrin dalınca gedirdi. Hüsaməddin ətrafında bir dəstə hökumət atlısı olaraq hökumətin düzəltdiyi istiqbalçı dəstəni idarə edir və xalqın Məhsəti xanıma göstərdiyi bu məhəbbətin hökumətə qarşı bir nümayiş olduğunu düşünürdü. O, Məhsəti xanımın Gəncəyə qayıtması üçün hökumətin verdiyi qərarı böyük və siyasi bir səhv hesab edirdi. Çünki bu istiqbal xalqı hökumət düşmənlərinin ətrafında səfərbər edirdi. Gəncə şəhəri tamamilə boşalmışdı. Şəhərdə qalanlar yalnız ruhanilər və onların müridləri idi. Gəncədə qalanların əksəriyyəti vaxtilə Məhsəti xanımın Gəncədən köçürülməsində iştirak edənlər, ona daş atanlar və tüpürənlər idi. Belələri sübh namazını əda etmək üçün Səncər və Səlcuq camilərinə gedib günorta namazına qədər məsciddən kənara çıxmamışdı. Onlar kafirliyin qaranlığına bürünmüş dünyanın işıqlığa çıxması üçün Allaha yalvarır və ağlayırdılar. Zahirdə hökumət tərəfindən təqib edilən müridlər isə evlərinə qapanaraq bu təntənənin gürültularını eşitməməyə çalışırdı. Dəstələr irəliləyirdi. Hər kəs irəli keçərək Fəxrəddin və Nizamini görməyə can atırdı. Danışıqlar ancaq bu iki simanın ətrafında gedirdi. Hər kəsin ağzından bu sözləri eşitmək olurdu. Birisinin kəskin şeri, o birisinin isə kəskin qılıncı vardır. Birisinə müharibə meydanında, o birisinə isə ədib və yazıçılar, şairlər və alimlər məclisində tamaşa edəsən. Gəncənin bazar dükanı tamamilə bağlanmışdı. Məlikşah meydanının ətrafındakı hücrələr, hətta Məsudiyyə karvansarayındakı alış-verişçilər də istiqbal dəstəsindədir. Çünki bu dəstənin başında xalqın sevdiyi Nizami və Aran mülkünün qəhrəmanı Fəxrəddin gedir. Mən bunlarla bərabər ölümə gedərəm, çünki bunlar özləri üçün yox, xalq üçün canlarından keçən adamlardır. Onların xalq üçün canlarından keçməsi kifayət deyil, xalq da bunların yolunda canından keçməlidir. Hökumət və əyanların ailəsinə mənsub olan taxtrəvanlar hamıdan dalda hökumət atlılarının mühafizəsi altında gedirdi. İçərisində dəbdəbəli xanımlar əyləşən taxtrəvan və kəcavələrin ipək pərdələri gah qalxıb, gah da örtülürdü. Oradakılar bu təntənəyə tamaşa etmək istədikləri kimi istiqbalçı gənclərdən də bir çoxu orada oturan qızları və xanımları görməyə çalışırdı. Qətibə əyləşən taxtrəvanın yanına sürüb Qətibə ilə danışmaq istədi. Qətibə pərdəni örtmək istərkən Hüsaməddin, bir sualım vardır. Rica edirəm, pərdəni salma. Dedikdə Qətibə dayandı. De görüm, nə sualım vardır. Siz yenə də hər gün meşəyə gedirsinizmi? Hər gün yox, lazım olduğu zaman. Haman söyüd kötüyünün üstündə oturmağa davam edirsinizmi? Qətibə son sualdan güldüyü zaman Hüsaməddin acıqlandı. Bu sualda gülməli nə vardır? Bu sualın əvvəldən axıra qədər gülməlidir. Sən elə bilirsən ki, məni maraqlandıran haman söyüd kötüyüdürmü? Mən haman kötüyü yox, onun üstündə yaradılan bədii bir dünyanı sevirəm. O dünyanı yaradan Xaliqi sevirəm. Əcəba sağlam hiss edici bir qəlbə malik olan hər bir insan o bədii aləmlə maraqlanmazmı? Ondan aldığı mənəvi qidaları öz qanına buraxmazmı?
Yetər bu kimi sərsəryana fikirlərə malik olduğunuz böyük ailənin şərəfi üçün bir ləkə deyilmi? Hüsaməddin, çox təəssüf edirəm ki, mənim bu sevgim bir tərəflidir. O, mənim sevgimə müsbət bir cavab versəydi, dünyada bir kəsə məlum olmayan bizim ailəmizi bütün ölkələr tanıyacaqdı, ancaq o zaman bizə şərəfli bir ailə demək olacaqdı. Bu təbii bir haldır. O səni sevmədiyi üçün də sən onu sevirsən. Qızlarda bu xəsiyyət bir xəstəlikdir. Həmin bu xəstəlik nəticəsində qızlar həqarətə boyun əyir, izzəti nəfsini və şərəfini uduzur. Qətibə yanıqlı bir halda dedi. Zənn edirəm ki, sənə qəti cavab verməyimin zamanı gəlmişdir. Bir kərə onu bilməlisən ki, sənə bəslədiyim ehtiram sənin atamla olan sıxı əlaqənin səbəbi nədir? Əks surətdə sənin qabalıqlarını heç bir zaman həzm edə bilməzdim. Sən elə düşünmə ki, bu ehtiram səninlə ailə qurmaq düşüncəsinə kömək edə bilər. Qızlar sevdiyi üçün xəstə hesab olunmur, səlahiyyətli və məşhur adamları sevmək yüksəkliyə çatmaq üçün birinci addımdır. Həqarət və şərəfsizlik qadının istehzalı gülüşlərini sevgi nişanələri kimi təbir etmək, imkan xaricində olan işləri əldə etmək və xəyalpərəstlik etməkdən ibarətdir. Sən o şairi çox da həqir hesab etmə, o gəncdir, fəqət bizim kimi gənclərdən deyil. O gəncdir, lakin bir alim qədər yaşlıdır. Sən onunla oturub danışmamışsan, onun simasında sənin və mənim şuurumun əhatə edə bilmədiyi bir əzəmət vardır. Onun həyata aid düşüncəsi, onun təbiətə dair nəzəriyyələri, onun fəlsəfi görüşləri ölçülməyəcək qədər böyükdür. Onun təbiətindəki kübarlıq, onun başında və fikrində yer tutan əyilməzlik dünyanın heç bir qəhrəman və heç bir hökmranında ola bilməz. O sadə bir şair deyil, o həyat təcrübələrini dərk etmiş olan və insanların ruhunu oxuya bilən bir ruhiyyatçı qədər mahirdir. Sənə gəldikdə sadə, savadsız, keçmişi unudan, gələcəyi xatırlamayan bir adamsan. Sən bir əskərsən, tək bir qılıncın vardır. O kimi qılınclar isə bir hökümdarın kölgəsində işlədiyi zaman insana ad qazandıra bilər. Əks təqdirdə o sadə bir dəmirdir. O pas alar, qaralar, körlaşar, dəmirlik qiymətini də itirə bilər. Lakin sənin həqir saydığın gənc şairin yaratdığı şeirlər xalqın dilində əzbərləndiyi və oxunduğu üçün getdikcə seyğəllənir və parlayır. Bunun üçün də sənin o şairə ədavət bəsləməyin artıqdır. Çünki o gənc heç bir vaxt mənə sevgi elan etməmişdir. Bir də budur ki, əbəs yerə mənim sevgimə mane olursan. O şair məni rədd etsə belə sən mənim sevgimlə xoşbəxt ola bilməyəcəksən. Hələlik o məni sözləri və hərəkətləri ilə təhqir etmişdir. O mənim qəlbimi sındırmamışdır. Sənin onu cəzalandırmaq fikrində boş fikirdir, çünki onun arxasında Aran məmləkətinin məşhur qəhrəmanı Fəxrəddin durmaqdadır. Bəlkə də bir gün gələcəkdir ki, mənim özüm o şairi cəzalandırmağa məcbur olacam, o zaman mənim bu fikrimə kömək etmək istəsən təşəkkür edirəm. Lakin hazırda onu təhqir etmək, məni təhqir etmək kimidir? Sənə bir kərə demişəm, yenə də deyirəm. Qəlbin hansı bir qızı sevirsə məndən gizlətmə. Sevdiyin harada və kimin əlində olursa ələ gətirməyi öhdəmə götürürəm. Hüsaməddin öz tövrünü dəyişərək. Məni öz sözlərinizlə təhqir etməyin. Mən xəyalpərəst və istehzalı gülüşlərə sevgi mənası verən adamlardan da deyiləm. Mən sizin öz sevgi işarəsi verən hərəkətlərinizə və əmirin mənə vədlərə əsasən öz sevgimi elan etmişdim. Mən sizin ehtiramınıza da möhtac deyiləm. Sizdən məni evləndirməyi də rica etmirəm. Məni Fəxrəddinlə qorxutmayın. Hərgah mən o şairi məhv etmək istəsəm Fəxrəddinləri hesaba almaram. Sağlıq olursa kimin adlı sanlı qəhrəman olduğunu görərsiniz. Hələlik Azərbaycan məmləkəti Hüsaməddini tanıyan qədər Fəxrəddini tanımamışdır. Qətibə etidalını pozmayaraq Hüsaməddinin cavabını verdi. Mən sənin qəhrəmanlığını əlindən almaq və inkar etmək istəmirəm, lakin sənə demək istəyirəm ki, bir qəhrəman alınmaz bir qalanı fəth edə bilərsə də bir qəlbi fəth edə bilməz. Xüsusən bir qızın, hətta səni sevməyən bir qızın qəlbini. Hələlik sənin qəhrəmanlıq tarixinin səhifələrində qalalar fəth etmək hadisələri də qeyd olunmamışdır. Ağlını başına yığ, Səba xanımın dediyinə görə şairin sevdiyi Rənanı sən də sevirmişsən. Mən Səba xanımı bu işin üstünə salaram. O qız hər şeyi bacarar, qızın ana-atasını da razı edər. Hüsaməddin etirazla dedi. Yox Qətibə, siz belə məsləhətləri mənə verməyin, siz bu xidməti mənim xatirim üçün deyil, şairi sevgilisindən ayırıb öz sevginizə bağlamaq üçün mənə təklif edirsiniz.
Siz məni inkar etsəniz belə yenə də məndə qəhrəmanlığa məxsus bir düşüncə vardır. Hərgah şair qızı sevirsə qoy sevsin, mən başqasının sevgisinə mane olmaq istəmirəm. Öz sevgimi başqa sevgilərə dəyişmək istəmirəm. Səba xanımın iş düzəlməsinə gəldikdə onun nə oyun oynamaq istədiyi mənim üçün aydındır. O əvvəlcə Əbülülanın qızı Mahtab xanımdan mənə məktub aparıb gətirirdi. Nəhayət məktubların özü tərəfindən düzəldiyini bildim. Bundan əli üzüldükdən sonra özü mənə sevgi elan etməyə başladı və Mahtab xanım məsələsində məndən əldə etdiyi hədiyyələri özümə qaytarmaq istədi. Lakin mən ona dedim ki, Qətibəni sevirəm. O zaman o sizin barənizdə də mənə ümidlər verdi. Mən də ona inandım, çünki sizin öz hərəkətləriniz də mənə haqq qazandırırdı. Sonralar o sizin yanınıza gələndən sonra mənə Rənanı tərifləməyə başladı. Hətta o qızdan mənə məktublar da gətirdi. Ancaq mən daha ona inanmadım, çünki son oyunların Qətibə tərəfindən təşkil olunduğunu bilirdim. Dilşadın bədbəxtliyinə də səbəb sizin Səba xanım oldu. Fəxrəddinə məktub göndərərək onu ixval edib Dilşada məktub gətirmək macərası da onun işidir. Lakin o bu oğlanı o qızla, o qızı bu oğlanla birləşdirmək istərkən özü əmir həzrətləri ilə birləşdi, özü əmirin hərəmləri cərgəsinə daxil oldu. Qətibə ona acıqla qışqırdı. Kəs səsini. Bu sözü bir də danışma, yoxsa anam eşidib özünü öldürər. Mənim atam xəlifinin damadıdır, Səba kimi cariyələri öz şərəfinə nail etməz. Sən ancaq öz sevgi düşüncələrini buraxdıqdan sonra mənim mərhəmət və mükafatıma nail ola biləcəksən. Sən məndən umduğun sevgiyə nail ola bilməyəcəksən. Bu kimi fikirlər bizim tanışlıq və dostluğumuzu da məhv edə bilər. Mənim bir tərəfim ərəbdir. Ərəb qızının sözü bir olar. Sənə bir kərə yox demişəm, yenə də deyirəm yox. Hüsaməddin də qəti olaraq dedi. Mən də sizə deyirəm, nə babanız xəlifədən, nə də atanızdan qorxuram. Sizə elan edirəm, 7 padşahın birisindən boşanıb o birisinə getsəniz də sizi xoşbəxt olmağa qoymayacağam. Qətibə, siz bu sözümü unutmayın, siz mənim olmasanız da heç kəsin də olmayacaqsınız. Sizin xoşbəxtliyiniz mənə qismət olmazsa bədbəxtliyiniz mənim əlimlə olmalıdır. Qətibə bunun cavabında. Heç kəsin əlində olmasam belə sənin əlində də olmayacağam. Gəl ikimiz də öz iqbalımızı sınayaq dedikdə Hüsaməddin də eybi yoxdur, gəlin sınayaq deyərək atın başını çevirdi. Qətibə də taxtrəvanın ipək pərdəsini saldı. Fəxrəddin Dilşadın taxtrəvanla Məhsəti xanımın istiqbalına getdiyini eşidib sevindi. Onunla çoxdan görüşməmişdi. Səba xanımın düzəltdiyi macəranı aydınlaşdırmaq üçün özü Dilşadla danışmaq istəyirdi. Nizamidən ayrılıb gerilədi. Atın başını taxtrəvanlar gedən tərəfə çevirib Dilşadın taxtrəvanını axtarırdı. Ən geridə gedən taxtrəvanın Abu Atlas pərdəsi qalxdı. Oradan bir əl eşiyə çıxıb yanına gəlmək işarəsi verincə Fəxrəddin həmən əli qolbağından tanıdı və atını irəli sürdü. Dilşad pəncərədən Fəxrəddini görüncə ağladı və "Ah Fəxrəddin, sən mənim üçün nə işlədin?" dedi. Fəxrəddin onun cavabında dedi. Özünü ələ al, mənim ruhum vaxt azdır, məsələni aydın etmək lazımdır. Sən onu bil ki, o məktubu sənə mən yazmışam. Hansı məktubu? Mənə göndərdiyin məktuba cavab olaraq yazdığım məktubu. Mən heç vaxt səndən məktub almamışam. Sənə məktub da göndərməmişəm. Sən Səba xanımla mənə sifariş göndərməmişdin. Mən Səba xanıma heç bir söz deməmişəm, sənə də sifariş göndərməmişəm. Sən nə fikirlə ona inanıb məktub verdin? Haman məktubu gətirib əmirə verdilər. Neçə müddətdir ki, həbsdəyəm. O həyasız kariyə məni məhv etdi. Sən onun sevgisini rədd etdiyin üçün o sənin intiqamını məndən aldı. Bu sözlərdən sonra Fəxrəddinin damarlarında qan qaynamağa və beyni alovlanmağa başladı. Eyni zamanda ağılsız və sadə bir hərəkətdə bulunduğu üçün utanmağa və öz-özünə nifrət etməyə başladı. O yalnız qısa bir cümlə ilə "Məni bağışla Dilşad" dedi. Hər nə olubsa keçibdir, indi artıq kədərlərin və ayrılıqların sonu yetişmişdir. Dilşad ah çəkdi. Ah Fəxrəddin, sən yenə də aldanırsan. Kədərlər və ayrılıqlar ancaq indi başlanır. Əmir fürsət əldə edən kimi məni xəlifəyə göndərəcəkdir. Sən bunu anlaya-anlaya həm məni, həm də özünü ixval edirsən. Sən əmirin birdə müvəffəqiyyət qazanacağına inanma. Hökumət Eldəniz oğullarının əlində möhkəm olsa belə əmir inancın hökumət başında qalacağına inanmıram. Onlar hökumətlərinin gələcəyini təmin etmək üçün iş başına öz adamlarını qoymağa çalışacaqlar.
Səlcuq şahzadələri dövlətlərinin süqut etdiyinə baxmayaraq Kirmanda, İraqda, hətta Musildə belə hökumət düzəltməyə başlayıblar. Buna görə də Eldəniz oğlanları ehtiyatla hərəkət etməyə məcburdurlar. Onlar Səlcuqlar dövründən Azərbaycanda hökumət sürən adamları heç şübhə yoxdur ki, iş başında qoymazlar. Hazırda Şərq ölkələrində baş verən siyasi hadisələrdə bizə xoşbəxtlik ümidi verir. Çünki xəlifə səni əldə edənə qədər yaşaya bilməyəcəkdir. Dilşad yenə də Fəxrəddinin verdiyi ümidlərə inana bilmədi və Fəxrəddin xoşbəxtlik üçün hadisələrdən ümid gözləmək sadəlikdir dedi. Məni gözləməkdə olan bədbəxtlik çox yaxındır. Hərgah mənə nicat vermək fikrin varsa, məni saraydan götürüb bir tərəfə qaçır. Biləks vaxt keçir. Əmin ol, bizim bədbəxtliyimizə səbəb olmaq istəyənlər xoşbəxt olmayacaqlar. Mən bu xoşbəxtliyi onların qəbirləri üzərində quracağam. Mən səni saraydan bir oğru kimi yox, bir qəhrəman kimi azad edib Biləqana göndərəcəyəm. Sən öz ata-ananı görüb bütün kədərlərini unudacaqsan. Dilşad, yalnız sən deyilsən, mən o sarayın o mənhus hasarını yıxıb yüzlərcə bədbəxti oradan qurtaracağam. Sən mənə inan. O hasarı, od təntənəli fəqət zülüm və sistəmlərlə dolu olan sarayı yıxıb yerində qəbiristan yaratmasam, mən Fəxrəddin deyiləm. Mən sənə nicat verməklə yüzlərcə bəzəkli və qiymətli daşlarla donatılmış əsirlərin boynundakı o gözə görünməz zəncirləri də qıracağam. Ancaq sən bunu bir kimsəyə danışma. Saray xalqı əsir olsa da gözə görünməz sistəmlərin altında əzilməklə bərabər yenə də qorxulu xalqdır. Çünki orada rahat yaşamaq üçün başqasının rahatını əlindən almağa məcburdurlar. Oradakı xoşbəxtlik ən iyrənc bir bədbəxtliyin üzərində qurulubdur. Dilşad Fəxrəddinin bu sözlərini təsdiq edərək dedi. Doğrudur Fəxrəddin, orada qısqanclıq və intiqam fitnələrindən başqa heç nə yoxdur. Xüsusən əmir tərəfindən sevilən cariyələr əmirin baş hərəmi Safiyə xatun tərəsindən təhqir edilirlər. Sən onu bil ki, cariyələrin sarayda eşitdiyi söyüşləri dünyanın ən ədəbsiz və əxlaqsızlarının ağzından da eşidə bilməzsən. Məni bağışla Fəxrəddin, sarayda fahişə olmayanlar belə fahişə həyatı keçirirlər. Onlar əmirin şəhvətini coşdurmaq və şərəfə nail olmaq üçün cürbəcür oyunlar düşünməyə məcburdurlar. Burada yaltaq olmamaq da çətindir. Xacə Müfiddən başlayaraq ən adi bir xidmətçiyə qədər hamının cariyələr üzərində hökmü vardır. Çünki onların əmrə apardığı xəbərlər ancaq özlərinin düşünüb toxuduqları xəbərdir. Sarayda söz gəzdirməyən, yalancı olmayan, bir-birini satmayanların yaşaması mümkün deyil. Safiyə xatun məni əlinə qısqandığı üçün öz xüsusi xacəsi Zürrəsi mənim üzərimdə gözətçi qoymuşdur. O çox iyrənc bir ərəbdir, onu hər dəfə gördükdə bayılmaq dərəcəsinə gəlirəm. İndi özün düşün gör, mən nə qədər iyrənc bir adamın iradəsindən asılıyam. Sən mənim bu həyatıma acıyıb onu dəyişdirməsən, mənim intihar etməkdən başqa bir çarəm qalmayacaqdır. Fəxrəddin yenə də Dilşada ümidlər və vədlər verib ayrıldı, çünki daldan gələn olduqca təntənəli bir taxtrəvan yetişmək üzrə idi. Bu taxtrəvanı 4 nəfər atlı gətirirdi. Sonradan məlum oldu ki, bu taxtrəvan da Səbah xanım gəlirmiş, onu müşayiət edən atlılar isə əmirin xas atlıları idi. Bununla da hər kəs Səbah xanımla əmirin arasında qırılmaz bir əlaqənin mövcud olduğunu təyin etdi. Saraydan istiqbala gələnlərin çoxu Səbah xanımın yenə də təzə bir macəraya hazırlandığını düşünür və qorxurdu. Pəncərə açıq olduğundan Fəxrəddin Səbah xanımı tanıdı. Səbah xanım ona əhəmiyyət vermədi, çünki onun Dilşad ilə görüşdüyünü görüb macəranın ifşa edildiyini anlayırdı. Səbah xanım bunun üçün də taxtrəvanını Dilşadın oturduğu taxtrəvanın dalınca sürüb onun kimlərlə danışdığını təqib edirdi. O, Fəxrəddinin atının başını görüncə qorxudan bədənindəki damarlar belə çəkişməyə başladı. Çünki o, ifşa edilmiş xəyanətin Fəxrəddin tərəfindən əfv edilməyəcəyini bilirdi. O, Fəxrəddinə qarşı tutduğu etinasız vəziyyətini davam etdirə bilmədi. Atlılardan birisini Fəxrəddini çağırmağa göndərdi, lakin Fəxrəddin onun dəvətinə etina etmədi. Nizaminin başında gedən istiqbal dəstəsi Əli Bulağı adlı çeşmənin yanında Məhsəti xanımın karvanı ilə qarşı-qarşıya gəldi. Qabaqca Nizami ilə Fəxrəddin atlarından düşdülər. Bir anda Məhsəti xanımın oturduğu taxtrəvanı yüzlərcə şairlər, yazıçılar, musiqiçilər, şeir və musiqi həvəskarları aralığa aldı. Taxtrəvan Məhsəti xanımın şagirdlərinin və dostlarının gətirdiyi gül dəstələrinin içində qaldı. Taxtrəvan dayandığı vaxt istiqbalçılar onu musiqi tərənnümləri ilə salamladılar. Fəxrəddin ilə Nizami onun qolundan tutub taxtrəvandan düşürdülər.
Məhsəti xanım qollarını Nizaminin və Fəxrəddinin boynuna salıb onları öpdü və mənim dünyada bundan şad bir günüm olmamışdır, dedi. Və həyəcandan səsi tutuldu. Bir azdan sonra yenə də sözünü davam etdirib dedi. Daima ölümlə mübarizə aparır və üstümə gələn əcəli qapımdan qaytarırdım, çünki mən bir an da olsa öz vətənimdə azad bir nəfəs almaq və dostlarımla danışıb görüşüb ölmək istəyirdim. Bu arzum yerinə yetdi, indi ölsəm də dərdim yoxdur. Mücirəddin Məhsəti xanıma çox diqqətlə baxırdı, çünki hökumət onu Gəncədən sürgün etdiyi zaman saçlarında ağ tüklər çox az idi. İndi isə onun saçları tamamilə ağarmışdı. Qara ipək donunun üzərinə tökülmüş ağ və təmiz saçları bu qoca şairənin gözəlliyində yeni və gənc bir mənzərə açırdı. Buna görə də Mücirəddin ona yazdığı şeirində deyirdi. Bu şux nəvət salədə halət yenə qalmış. Geysuyi səfidində təravət yenə qalmış. Hökumət tərəfindən istiqbala gələn dəstə yetişdi. Hüsaməddin atından düşüb Qətibənin taxt-rəvanına yanaşdı. Qulamlar dərhal pilləkəni qoydular, Hüsaməddin taxt-rəvanın qapısını açaraq Qətibəni endirərkən taxt-rəvanın ətrafına yığışanlar ipək və qiymətli xalçalarla bəzənmiş bir qəfəsin içindən bəzəkli bir tovuz quşunun endirildiyini zənn edirdilər. Qətibə taxt-rəvandan ayağını yerə qoyduğu zaman onu yüzlərcə kəniz və cariyə aralığa aldı. Qətibə Məhsəti xanım duran yerə qədər kənizlərin və cariyələrin içərisində gəldi. Bir neçə qədəm qalmış onlardan ayrılıb Məhsəti xanıma yanaşdı. Əvvəlcə baş əyib təzim etdi, sonra da əlindən öpüb geri çəkildi və onun Gəncəyə qayıtmasını təbrik edərək dedi. Sizi azad və doğma vətənimizə qayıtmağınız münasibətilə təbrik edirəm. Atamın və anamın tərəfindən sizə səmimi salam vermək üçün vəkil edilmişəm. Eyni zamanda sizin vətənə qayıtmağınız münasibətilə bütün Aran xalqını təbrik edirəm. Bugün musiqi və şeir həvəskarlarının tarixi bir bayramıdır. Mən özüm də qəlbən və ruhən bu bayramda iştirak etdiyimə fəxr edirəm. Qətibə bu sözləri dedikdən sonra Məhsəti xanımın əlini bir daha öpdü və geri çəkilmək istərkən böyük şairə onun alnından öpərək razılıq izhar etdi. Qətibə geri çəkilib Fəxrəddinlə Nizaminin yanına gəldi və onları da təbrik edərək dedi. Bu bayramı hamıdan artıq siz alqışlamalısınız. Buna görə də mən sizi xüsusi olaraq təbrik edirəm. Bu bayram mədəni xalqın da bayramıdır. Bir məmləkətdə hər şey həddindən artıq ola bilər, lakin dəyərli adamların sayı heç bir vaxt ehtiyac və həyatın tələb etdiyi qədər olmamışdır. Buna görə də siz və biz bütün varlığımızla çalışıb böyük sənətkarın daha uzun illər yaşamasını təmin etməliyik. Nizami və Fəxrəddin Qətibənin göstərdiyi bu məhəbbətin nə qədər səmimi olduğuna əhəmiyyət verməyərək ona təşəkkür elan etdilər. Dəstələr Gəncəyə tərəf hərəkət etməli idi. Büyün Gəncə və Şəmkir əhalisi yollarda durub Məhsəti xanımı görmək istəyirdi. Məhsəti xanımın qolundan tutub taxt-rəvana qaldırdılar. Hökumət tərəfindən gedən dəstəyə başçılıq edən Hüsaməddin Məhsəti xanımın qafiləsini Əmir küçəsinə doğru aparmaq istərkən Məhsəti xanım razı qalmayaraq dedi. Rica edirəm, yenə də məni doğulduğum, böyüdüyüm və öyrəndiyim məhəlləyə aparın. İncəsənət işçiləri yaşayan məhəlləyə, daha açığı Xərabat məhəlləsinə aparın, məni ancaq o məhəllədə yaşamaq şad edə bilər. Nizami Məhsəti xanımın qulağına nə isə yavaşdan dedi. O saat Məhsəti xanımın üzünü bir kədər bürüdü. Onun tövrü dəyişdi. Nizamidən eşitdiyi sözlər bir daha onun qulağında təkrar olundu. Artıq Xərabat məhəlləsi yoxdur, sizi Gəncədən sürgün edən zaman xətibin və Əmir İnancın əmri ilə müridlər Xərabat məhəlləsini söküb yer ilə yeksan etdilər. Nə Məhsəti xanımın özü, nə də Nizami ilə Fəxrəddin hökumətin düzəltdiyi binada mənzil etmək tərəfdarı idilər. Onlar hökumətin bu təşəbbüsünə müvəqqəti bir oyun kimi məna verirdilər. Buna görə də onlar Məhsəti xanıma Nizaminin evini mənzil etməyi qərar almışdılar. Vaxt ikən hazırlıq görülmüşdü. Məhsəti xanıma xidmət üçün Fəxrəddinin evindən xidmətçilər və cariyələr təyin edilmişdi. Məhsəti xanımı istiqbal edən dəstələr Nizaminin evinin qapısında durdular. Fəxrəddin ilə Nizami qoca şairənin qolundan tutub taxt-rəvandan düşürdülər. O vidalaşarkən dedi. Zənn edirəm ki, bu görüş son görüşümüz olmayacaqdır. Böyük sənətkarın ziyarətinə tez-tez nail ola biləcəyik. Məhsəti xanım istiqbalçılarla vidalaşıb qapıdan içəri girdiyi zaman həyətdə onu xidmətçilər və cariyələr qarşıladı. Nizami isə şad bir surətdə nəfəs alaraq öz-özünə. Nə qədər böyük bir səadət, dedi.
Böyük sənətkarın xidmətində olmaq və ölüncəyə qədər onu öz doğma anamız kimi sevmək səadəti bizə nəsib oldu. Bundan sonra Fəxrəddinin anası və Nizaminin yaxın qonşuları Məhsəti xanımı aralığa alıb onu öz otağına apardılar.